Bir Azərbaycanlı üçün, ələxsus jurnalist üçün Qarabağdan, onun gözü bəbəyi Xankəndidən xəbər verməkdən gözəl nə ola bilər? Hörmətli tamaşaçılar, hisslərimi və duyğularımı sizə kəlmələrlə ifadə edə bilmərəm. Biz Sibsi sport komandası olaraq bugün Xankəndidə mərhum qrasmesterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunmuş 11-ci memorial beynəlxalq turnirdə iştirak edirik. Necə deyərlər, tarixi torpaq, tarixi yarışı ev sahibliyi edir. Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyi və Vüqar Həşimov fondunun təşkilatçılığı ilə mərhum qrasmesterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunmuş 11-ci memoriala start verilib. Açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının himni səsləndirilib. Daha sonra yarışın tarixi haqqında videoçarx nümayiş etdirilib. Vüqar Həşimovun adını daşıyan beynəlxalq turnir. Ardınca dövlət və federasiya rəsmiləri Vüqar Həşimovun Azərbaycan şahmatına verdiyi töhfələr haqqında danışıblar. Sözgedən turnir rapid və blitz növlərində keçirilib. İlk yarış günündə zəka sahiblərindən Yan Nepomniaşi, Amin Tabatabayi, Vladimir Fedoseyev, Nodirbek Yakubboyev, Rauf Məmmədov və Aydın Süleymanlının iştirak etdiyi turnirdə dünən rapid növündə mübarizə başa çatıb. Yekunda Nepomniaşi qalib olub. Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov media nümayəndələrinin suallarını cavablandırıb. Şuşa turniri 22-ci ildə ümumiyyətlə azad olunmuş torpaqlarda olan ilk böyük idman turnirlərindən, idman hadisələrindən biri oldu. Bu isə artıq Vüqar Həşimov memorialının ikinci Qarabağda keçirilən turniridir. Yenə də hər il olduğu kimi məşhur şahmatçılar bu turnirə təşrif buyurub. Ümumiyyətlə turnirin reytingi, turnirin nüfuzu dünyada həddən artıq böyükdür və təsadüfi deyil ki, ümumdünya şöhrətli şahmatçıları biz həmişə bu turnirlərdə görə bilərik. Qeyd edək ki, Vüqar Həşimov memorial turnirinə bugün yekun vurulacaq.